2009-cu ildə Allah bizdən uzaq eləsin, Monqolistanda seçkilər elan olundu, prezident seçkiləri. Heç kim namizəd olmadı. Heç kim o gündə idi ölkə. Getdilər, Kanadadan bir professor tapdılar. Gəldi, ölkəni bir 4 il sistemi qurdu, sonra dedi, çıxıb gedirəm. Mən bir vaxtı deyim, siz Monqolistan müqayisə elədiniz. Dövlət İdarəsi Akademiyasının rektoru Orxan müəllim Ələkbərov beynəlxalq bir tədbirdə olan hadisədir. Faktlarla, arqumentlərlə həm də Dünya Bankının istinadən Azərbaycan inkişaf tendensiyasından və uğurlarından danışarkən danışıb və gəlib əyləşəndə yanında Yapon alim əyləşmişmiş. Qayıdıb ona deyib ki, siz bu rəqəmlər dediniz, çox yaxşı, amma bir şey unutmayın, siz Yaponiyadan geridə qalırsınız. O da qayıdıb, bizim rektor da qayıdıb deyib ki, sizə təşəkkür edirəm. Niyə? Deyir, müqayisənizə görə. Yaponiya dünya iqtisadiyyatında birinci, ikinci, üçüncü yerdədir də, yəni Azərbaycanı Yaponiya ilə müqayisə edirsin. İndi müxalifət də Monqolistanla müdafiə edir, başqa cürdə gözləmirəm.